savadlı, azad, öz ayaq üstə duran qadını bizim ənənəvi ailələr niyə tərcih eləmir, seçmir? Qadının pul qazanması, iqtisadi olaraq öz problemini həll etməsi bir çox kişilər üçün bəlkə böyük bir rahatlıq gətirir. Və bu bir çox kişiləri ayağını qazdan tutub daha rahat həyat sürməsinə gətirib çıxarır və körləyir kişiləri. Bu əslində kişilər üçün o baxımdan bir tər rahatlıq gətirir, amma uzun müddətli perspektivdə tənbəlləşdirir kişiləri. Hardasa 15 il öncə Norveçin Xarici İşlər Naziri Ada Universitetinə gəlibdi. Orada leksiya verir. Biz Norveçdən nə öyrənə bilərik? Mən də o vaxt bir cavan bir oğlan idim. Və danışığına başlamamışdan o deyir ki, biz fəxr edirik ki, biz qadın kişi bərabərliyində işlə təmin olunması nail olmuşuq. Bizdə bütün qadınlar və bütün kişilər işləyir. Mən də istədim, mən də o vaxtda düzdür, biraz cavan idim, daha politik kriz yaratmaq istəmirdim, amma mən istəyirdim da qalxım onu deyim ki, bəs qadın başqa variantı var, işləməmək. Çünki bütün sosial-iqtisadi institutlar elə qurulub ki, böyük bir inflyasiya yaratmışsınız ki, pulun dəyəri düşübdür aşağı, malların qiyməti qalxıbdır, lakin maaşlar qalxmayıbdır. Siz hökumətləri, dövlətləri o qədər böyütmüsünüz ki, hal-hazırda həmin o qadınların kişiləri 50% vergi ödəməlidir. Hətta Avropada, Norveçdə 70%-ə qədər qalxır. Sən kişinin gəlirini 70%-ni götürürsən əlindən, sonra gedib deyirsən ki, o qadın işləməsin. Onlar 30%-nə necə yaşayacaqlar?